Salam qızlar, necəsiz? Ümid eləyirəm ki, yaxşısınız, hər şey yaxşıdır. Son vaxtlar yayılan qriplər sizdən yan qaçıb. Mən bir dəfə çox pis xəstələndim. İlk baş ağrısı ilə başladı, sonra boğazım iltihaplandı. Konkret olaraq çox pis şişmişdi. Hal-hazırda yaxşıyam, artıq xəstəliyimdən 2 gün keçir. Amma bugün yenə də eyni baş ağrısı başladı məktəbdə. Bilmirəm, bu stressdəndir, çox işləməkdəndir, yoxsa nədəndir, amma çox pis baş ağrısıdır. Hal-hazırda da var baş ağrım, amma dedim ki, bu həftə videosuz qalmayım. Ona görə də video çəkməliyəm. Bir çox məhsul sifariş vermişdim Sephora'dan. Belə bir bağlama. Bir də yadınızdadırsa mənim bir hədiyyə kartım var idi. Ona bir neçə məhsul almışam. Lüks alış-veriş olub. Düşünürdüm ki, hər hansı bir çanta, geyim və s. alaram. Amma ən normal ala biləcəyim məhsullar make-up məhsulları idi. Belə bir 3 bağlamamız var. Belə və belə. Düzdür, bunda bir ədəd məhsul var. Yadımdan çıxıb, bax, boyası. Həmin gloss. Gəlin Sephora'dan başlayaq. Sephora, yəni bilirsiniz də, bu aralar Sephora'ya taxmışam. Deməli, bu məhsulları, bu sifarişi niyə görə vermişdim? Bir səbəbi var idi. Çünki mənim bildiyiniz kimi ad günüm yaxınlaşırdı və Sephora'da da ad günü hədiyyəsi götürə bilirsiniz. Amma bunun üçün $25 azı bir sifariş verməlisiniz, bir məhsul almalısınız. Hə, yəni hədiyyəniz $25-lıq nəsə almırsınızsa, hədiyyəni götürə bilmirsiniz. Mən də Make-up by Mario'nun belə bir setini seçdim hədiyyə üçün. Belə baxın, göstərim. Bunun üstünə də yazılıb ki, free gift, not for a resale. Yəni, belə pulsuz hədiyyədir, satılmaq üçün də deyil. Deməli, içindən bir ədəd belə qələm çıxır, dodaq qələmi və bir ədəd də belə dodaq serumu adı var. Dodaq serumu yazılıb. Gəlin sizə rənglərini də göstərim. Belə bir rəngi var. Bir dənə buradan belə xətdir. Yəni, qəhvəyi əslində orada oxşadı. Qəhvəyi deyil. Açıq, belə qırmızı rənglərindədir. Biraz, nə bilim, gül qurusu. Bu da belə fırladıb, amma geri fırlada bilmədiyiniz məhsullardandır. Baxın, belə elədiniz, arxaya çevirmək olmur. Yəni, nə qədər çıxartsanız, o qədər istifadə etməlisiniz. Eyni rəngdədir bu arada karandaşla. Yəni, bu məhsula görə bildiyiniz kimi bu pulsuz gəlir. Yəni, siz Sephora'dan qeydiyyatdan keçirsinizsə, ad gününüzü yazanda ad günü ayınızda ala bilərsiniz, ad gününüzdən 2 həftə sonra və 2 həftə də əvvəl ala bilərsiniz. Mən noyabrın neçəsində sifariş verdim, çünki artıq ad günümə 2 həftə qalırdı, dekabrın 4-ü idi. Bu 2 həftə içində, daha 3 həftə içində, birinci $36 oldu, sonra $25 oldu. Mən tam sifarişimi verəndə $25 idi. Sonra mən sifarişi verdim, bitirdim. Bu oldu $17. Deməli, bunda nə var? Baxın. Deməli, bir ədəd dodaq yağı, bir ədəd məşhur Rare Beauty-nin ənliklərinin kiçik boyu, mini boyu və belə bir toz ənlik. Əslində toz deyil, kremsidir məncə, mən elə düşünürəm. Gəlin baxaq, dediyim kimi bunu $25 almışam və bunu çox baha satan yerlər var. Rəngindən tanıyıram. Bu 3.2 millidir. Yəni, bu sizə bir il gedər, bəlkə ondan da çox. Hətta deyirlər ki, Rare Beauty ənliklərinin böyük boyunu almaqdansa, yəni maye ənliklərinin böyük boyunu almaqdansa kiçik boyunu almaq lazımdır. Çünki böyük boyu bəzən 2-3 il qala bilir. Yəni, bəlkə də vaxtı keçə bilir. Bilirsiniz, maye ənliklərinin filan, maye məhsullarının vaxtları
keçə bilir, amma toz məhsullar elə deyil. İçindən belə bir, gəlin hamısının bir-bir rənglərini göstərim. Bu deyilənə görə tozdur, amma krem kimidir, çox qəribə bir teksturası var. Rəngi də qəşəngdir. Gəlin ənliyinin rənginə baxaq. Bu ənlikdir də, hə. Biraz vuracağım. Belə. Rahat yayılır, yaxşı rəng verir, pigmentasiyaları onsuz da çox yaxşıdır. Ümumiyyətlə, mən düşünürəm ki, Rare Beauty qiymətinə görə çox yaxşıdır. Həm markaya belə qatsaq, qarışdırsaq, yəni Selena çox yaxşı büdcədə məhsullar təqdim edir. Bu da dodaq yağıdır. Bir gün bunu istifadə elədim. Açdığım gün, düzdür bu ilk gündür deyil əlbəttə ki, 3 gündür gəlib qalıb orada. Bir gün dodağımda istifadə elədim və inanın mənə axşama qədər bu tintin rəngi getmədi. Bu tint olmalıdır. Tinted lip oil, yəni yağıdır, dodaq yağıdır. Amma eyni zamanda yağa tint qarışdırılıb. Yəni tint də bilirsiniz də sırtıq kimi dodağa belə yapışır, qalır, gedmir. Belə rəngi itir, amma burada itməyinə baxmayın, çox gözəl rəng verir. Gördüm ki, 25 dollara normal bir sample seçə bilmirəm. 25 dollar verdim. Amma mən istəyirdim ki, 2 dənə tester götürdüm, testerları göstərəcəm. Yəni tester fərqi yoxdur, siz hansı aralıqda nə alırsınız. Yəni tester həmişə seçə bilərsiniz 2 ədəd. Amma sample, yəni nəyinsə balaca boyu, o çox vaxt 30 dollardan başlayır, 25 dollara çoxdan nəsə tapa bilmirsiniz. Mən də dedim ki, normal bir şey alım. Ona görə də 30 dollara qaldırdım sifarişimi, 30 ya da 31. Sizə demişdim, ikinci Sephora sifarişlərimdə səhv etmirəmsə, bir ordinary seti var idi. O setin içində 30 ml belə bir nəmləndirici var idi. Mən bu nəmləndiricini ayrı şəkildə aldım. Qiyməti 6 ya da 6-na qədər 7 dollar idi. Çox gözəl şəkildə nəmləndirir. Mən qərar vermişəm ki, səhər-səhər make-up edəndə, yəni işə gedəndə biodermanı istifadə edeyim, amma axşam yatarkən Ordinarının bu nəmləndiricisindən istifadə edeyim. Soruşa bilərsiniz niyə? Çünki düşünürəm ki, biodermanı mən axşam vuranda, mən səhər-səhər üzüm çox yağlı şəkildə, yəni bu T bölgəm konkret olaraq yağlı şəkildə oyanıram. Elə bil ya poralarımı bağlayır, nəfəsimi ala bilmir, üzüm bilmirəm. Halbuki orijinal məhsuldur, çünki biodermanın öz mağazasından almışdım. Amma bunu vurdum 1-2 dəfə, belə bir problem yaşamadım. Ona görə də yenisini aldım. Gəlin bunu da qoyaq kənara. Yəni tövsiyə eləyirəm. Əgər sizin də üzünüz yağlanırsa, məncə bir baxmağa dəyər. 2 ədəd tester götürdüm. Biri Huda Beauty'nin bu baked powderları var. Necə Easy Bake gedir adı. Məncə görmüsünüz, baxın bu. Bunun testerlarını götürdüm və testerlarında da 6 ədəd belə pudra qoyublar. Baxın, yəni fərqli rənglərdə sugar cookie qoyublar, peach pie qoyublar, cherry blossom cake qoyublar, banana bread, pound cake və kunafadır, nə deyilə bir şey. Kifayət qədər də içlərində çoxdur. Hətta mən sizə deyərdim ki, biri 1-2 istifadəlik falandır mənim fikrimcə. Yəni düzdür, hələ açıb baxmamışam, necə ki, xotam olmayıb. Baxacağım. İkinci testerim Givenchy'dən bu tonal kremlərindən olan testerlardır. 4 ədəd testerdir. Baxın. Ən tündü budur, biraz tünd, belə. Bu 2 rəngi məncə tonal kimi istifadə edə bilərəm. Bunları amma bronzer kimi. Sample olaraq bildiyiniz kimi 2 dənə tester, 1 dənə sample. Bu arada videosunu çəkirəm. Yəni çəkəcəm sabah. Sizin üçün Sephora'dan necə sifariş vermək olar? Sephora'da ümumiyyətlə bəzi US-də olan mağazalardan necə sifariş vermək olar? Onu çəkəcəm. Deməli, sample olaraq Sei markasının belə bir bazasıdır deyəsən. Adı belə gedir, Supergel gedir. Illuminator, nə bilim, hədə Illuminator. Mən səhv etmirəmsə orada gördüm ki, çoxu buna deyir ki, bu bazadır, make-up altı, belə parlaq bir bazadır. İçində də neçə ml var?
5 millidir. Yəni balaca boy, kiçik boy çox şirin bir məhsuldur. Yəni mən bu 5 ml-lik məhsulu götürmək üçün $6, $7 əlavə xərclədim deyim. Bildiyiniz kimi Sephora-da siz hər alış-veriş edəndə sizin ballarınız yığılır və mən bir dəfə göstərmişdim. Narsın kiçik boy ənliyini, krem ənliyini almışdım. Sonra yenə də 100 pointim oldu, yəni 100 balım oldu və o 100 bala Yves Saint Laurent'ın Lush Clash maskarasını götürdüm. Bu qəhvəyi rəngdədir. Gəlin baxaq. Əlbəttə ki, kiçik boydur. Belə. Qəhvəyi rəngdədir. Gəlin. Elə bil fırçası qabına görə çox böyükdür, mini olduğuna görə. Baxın, belə qəşəng qəhvəyidir. İstifadə etməmişəm. Bəziləri, məsələn, mənim rəfiqəm deyir ki, sən onları yəqin ki, gələn kimi istifadə edirsən və s. İnanın, yox. Yəni, bəlkə də günlər keçir, bəzən olur ki, 2 həftə falan da keçir. Yəni, mən heç onları istifadə etmirəm. Belə bir şey. Bunu istifadə elədim, bəlkə sabah. Yəni, bunu da pulsuz almışam, freedir bu da. Yəni, bunu da pulsuz almışam. Bunu istifadə edim. Emporiumda ikili seti, bir qırmızı dodaq boyası və bir ədəd də böyük boy bu maskara. Amma deyəsən qəhvə yox, qara rəngi. 95 əzeynədir. Mən də baxacam. Görüm, əgər şey olsa, almağa dəyər. 2 millidir, mini boydur. Amma bir yoxlamaq üçün falan, bir də kiməsə hədiyyə də vermək istəyirsiniz, nəyinsə üstündə də verə bilərsiniz. Yəni qızlar, mən 2 məhsul aldım, $31 xərclədim, təxminən 55 manat filan. Amma yəni bu 55 manatın içində 3 dənə belə bir məhsul. The Ordinary-dən, yəni çox möhtəşəm bir markadır Ordinary. The Ordinary-dən bir ədəd nəmləndirici krem. Yves Saint Laurent'dan bir tur. Givenchy'dən dörtlü belə bir tester. Əlbəttə ki, ad günü hədiyyəm. Huda Beauty-dən hər dəfə, birini 2 dəfə istifadə edəcəyim belə bir tester. Pudra, sabitləyici pudra və Seydən belə bir baza. Yəni deməli qızlar, ilk öncə sizin Smart Customs-unuz olmalıdır. Smart Customs gömrükdə lazım olan, bəyənləmək üçün lazım olan bir aplikasiyadır. Siz xaricdən mal gətirmək istəyirsinizsə, mütləq Smart Customs-da qeydiyyatınız olmalıdır. Bunu bugün yox, izah etməyəcəm. Çünki düşünürəm ki, artıq aranızdan çoxu bəyannamə edib Türkiyədən gətirəndə, yəni sifarişlər verəndə. Bu növbəti dəfə danışaram. Deməli, mənim seçdiyim kargo şirkəti Dynamix-dir. Ona görə Google-a Dynamix yazıram və daxil oluram. Normalda mənim səhifəm var, amma mən qeydiyyatdan keçin, baxın aşağıda göstərirəm, qeydiyyatdan keç hissəsinə basıram və başlayıram orada ad, soyad, e-mail, telefon nömrəsi, doğum tarixi, Azərbaycan vətəndaşlığımızı seçirik, şəxsiyyət vəsiqəsinin nömrəsi, fin kodumuza daxil edirik, şəhər, filial seçirik. Filialda da indi göstərəcəm. Bir çox filial var. 28 May, Gəncə, Sumqayıt, Yasamal, Xaqar, Dostluq, Xırdalan, bir çox poçtlarla əlaqəsi var. Yəni istənilən bir rayonla Dynamix-in əlaqəsi var və siz istənilən bir yerdən Dynamix-dən sifarişlər edə bilərsiniz. Yəni Dynamix-i istifadə edərək. Yəni fərqi yoxdur. Siz yardımlıda da ola bilərsiniz, amma da Sephora-dan nəsə alırsınızsa, orada gələcək. Düzdür, əlavə pul ödəmiş olacaqsınız poçta görə. Amma bu çox da böyük bir məbləğ olmayacaq. Sonra şifrə təyin edirsiniz. Şifrə təyin edəndən sonra artıq qeydiyyatdan keçmiş olursunuz. Burada da sizə ətraflı şəkildə göstərirəm. Bunların bütün xanaları doldurandan sonra bu arada çalışın Azərbaycan dili hərflərindən istifadə etməyin. Məsələn, ə-dən istifadə etməyin, ı-dan istifadə etməyin. Ə-nin yerinə e ya da ki a yaza bilərsiniz. Ad, soyad yazanda. Məndə onsuz da səhifəm, yəni Dynamix-də qeydiyyatdan keçdiyim üçün Google accountumda password və e-mail saxlanılır. Ona görə də mən öz
səhifəmə daxil oldum. Orada xaricdəki ünvanlarım var, amma siz saytdan istifadə etməkdənsə gedin App Store-a, əgər Apple istifadə edirsinizsə iPhone, ya da ki Android telefonlarda da gedin Play Store-dan Dynamics-in aplikasiyasını yükləyin, yəni proqramını yükləyin. Məndə onsuz da yüklü halda var, yəni yükləmişəm əvvəl. Ona görə də indi sizə göstərəcəm. Yəni mənə görə saytı yox, aplikasiyanı istifadə etmək çox daha rahatdır. Baxın, aplikasiyaya girdiniz. Aplikasiyada sifarişlər, ünvanların, borcların, etibarnamələr, bağlamalar və s. Trendyol onay kodu, Amazon onay kodu deyilən bir çox punktlar var. Bizə burada nə lazımdır? İlk ünvanlarım. Ünvanlar da gördüyünüz kimi ABŞ, Türkiyə, Çin üzrə 3 yerə bölünüb. Yəni siz 3 ölkədən məhsul sifariş verə bilərsiniz. Bizə də burada Amerika ünvanı lazımdır. Yəni siz əslində aplikasiyaya da girəndə, oradan da qeydiyyatdan, yəni saytda nə yazmışdınızsa, aplikasiyada onu yazacaqsınız və məndə olan bütün məlumatlar, bir çox məlumat sizdə də görünəcək. Yəni açacaq bu aplikasiya. Sonra gedirik, yazırıq nə? Sephora. Sephora USA yazın, Sephora USA. Bəzən başqa saytlar ola bilir ilk. Ona görə də biraz aşağı doğru sürüşdürsə, Sephora'nın özünə girə bilərsiniz. Bu gördüyünüz notifikasiyanın yuxarısında belə X işarəsi var, ona basın. Basmasaz problem yarana bilər sizin üçün. Siz deməli burada iki şey edə bilərsiniz. Ya birinci məhsulları sifariş verirsiniz, tam kartla ödəniş edəndə ünvanı yaza bilərsiniz, ya da ki qabaqcadan ünvanı yazıb sonra sifariş verə bilərsiniz. Bunun fərqi yoxdur. Mən hal-hazırda gördüyünüz kimi hər hansı bir məhsul seçirəm. Burada bunu seçmək istədim, amma burada aşağıda yazılıb, baxın, available only in stores, yəni ancaq dükanların özündən almaq olar Sephora'lardan. Biz də bunu edə bilmərik, ona görə də mən yenə də diyorum, belə bir backstage paletinin birini seçdim. Bundan artıq məndə var, bilirsiniz. Deməli, bunu seçəndən sonra add to basket eləyirsiniz, baxın aşağıda. Bunu artıq biz səbətə daxil elədik, əlavə etdik. Baxın, indi gedəcəyik səbətə. Bu arada Sephora'larda bütün ödəniş, kargolar ödənişsizdir. Çünki dədəsinin qiymətini qoyur bəzən. Deməli, gördüyünüz kimi artıq mənim səbətimdə bir məhsul var. Və aşağı doğru gedirəm, indi sizə göstərəcəm. Orada yazılıb ki, deməli qızlar, burada aşağıya doğru gəlirsiniz. Baxın, indi seçdiyim sizin 2 dənə free sample, yəni tester götürə biləcəyiniz bir yerdir. Onun üzərinə basırsınız. Baxın, burada bir çox markanın testerları var. Məsələn, Kulfidən var, Milk Makeup'dan var, Laneige'dən var, dodaq. Bunlar sadəcə balaca belə biraz test edə biləcəyiniz məhsullardır. Mən 2 ədəd məhsul seçəcəm indi. Çünki siz 2 ədəd, bir çox videomda da demişəm, 2 ədəd free tester seçə bilərsiniz. Mən birini Yves Saint Laurent'dan seçdim. Deyəsən concealer seçdim. Bir də Hula'nın, Benefit'in Hula bronzerının testerını seçdim. Onları əlavə etdim. Baxın, artıq səbətdə 3 məhsulumuz var. Biri, özdə altda da yazıb ki, free sample. Yəni, bu nə deməkdir? Pulsuz. Yəni, bunlar onsuz da böyük məhsullar olmur, balaca, sadəcə test edə biləcəyiniz məhsullar olur. Deməli, biz artıq 2 free sample seçdik, yəni tester seçdik. Artıq bir ədəd biz sample seçə bilərik, yəni balaca boy nəyinsə sample'ı. Amma mən Sephora'ya baxdım, yəni indi siz də görəcəksiniz. Bu həftə nəsə normal sample'lar yoxdur. Baxın, hara gedirik, orada offers hissəsində, offers yazılıb, Cəlalə adının yanında. Offers'a girdik. Baxın, burada sizə offersları göstərəcəm. Burada bəzən endirimləri göstərə bilir. Məsələn, Quick Gifts endirimləri var. Save Gifts endirimləri var. Deməli, burada $30 belə saç maskaları, saç üçün məhsullar var. Sonra bir də yuxarıda $25 məhsul alırsınızsa, 3 dənə hər hansı bir concealer ya da ki foundationdan sample tester seçə bilirsiniz. Mən də buradan elə baxın Shop Now-ya basıram. Gedirəm ora. Burada Nars'ın, House Labs'ın, Kosas'ın, Armani'nin, Fenty Beauty'nin bir çox məhsulun, markanın concealer və foundationları olur. Yəni siz istənilən bir göstərilən bu məhsullardan birinin 3 fərqli rənginin testerini seçə bilərsiniz, əgər mövcuddursa. İndi görək biz nə seçəcəyik. Mən səhv etmirəmsə Hourglass-dən seçəcəm. Aha, bəli, Hourglass-dən seçəcəm, çünki Fenty Beauty var. Deməli, orada yazılıb Choose Now. Tam da aşağısında. Baxın, indi ora basacağım. Choose Now-ya basırsınız
Baxın, fərqli rənglər var. Bəziləri artıq qurtarıb, sold out olub. Bəziləri də var. Tünd qara rəngli olanlar add hissəsində. Add o deməkdir ki, əlavə edin. Yəni səbətə əlavə edirsiniz sadəcə. Mən 3 dənə rəngin seçdim. Mənim dəri tonuma yaxın olanları. Deməli, burada OK basırsınız, ifsyo. Artıq sizin səbətinizdə 6 məhsul görünür. Yəni bu o deməkdir ki, bir ədəd normal Dior məhsulu alırsınız. Yəni fərqi yoxdur nə seçirsinizsə. 2 dənə biz tester seçmişdik, yadınızdadırsa. 3 dənə də sonradan tester seçdik. Çünki bizim balaca bir məhsul almaq üçün balaca məhsul yox idi. Normalda bir məhsul alıram mən, balaca boy. Sonra nədir? Məsələn, siz hər dəfə Sephora-dan alış-veriş edəndə sizin pointləriniz, ballarınız yığılır və bu ballarla burada, indi basacağım yerdə siz baxın, indi gedəcəyik ora. Apply Points Bazaar deyilən bir yerdir. Ona basırsınız. Ona basandan sonra baxın belə Tarte'dan, Drunk Elephant'dan, Pharmacy ya da ki Versace, Laneige, Amica, Benefit Cosmetics'dən bir çox məhsulların kiçik boyları var. Mən məsələn ilk dəfə artıq pointlərimi istifadə etmişəm. İndi də Benefit Cosmetics'dən bir maskara əlavə elədim. Əslində mən bunların heç birisini almayacağam. Sadəcə sizə göstərmək üçün edirəm. Baxın, sadəcə Dior'un qiymətidir. Yəni $54. Ondan başqa heç nə. Sonra siz istəyirsiniz ad günü giftinizi götürmək istəyirsiniz də, artıq o həftədəsinizsə, o aydasınızsa, gedirsiniz offerslar hissəsində ən aşağıya düşürsünüz, ən aşağıya. Orada görəcəksiniz ki, birthday gifts. Checkout birthday gifts eləyirsiniz. Ora gedəndən sonra artıq burada görürsünüz. Baxın, göstərirəm. Makeup by Mario var. Mən ad günümə bunu seçmişdim. Laneige var. Summer Fridays var. Amica var. Amma çoxu artıq bitib, sold out olub. Baxın, sadəcə 2 məhsul. Siz 2 məhsuldan birinə səbətə əlavə edə bilərsiniz və yenisi də 250 point verir ad gününüzə görə. 250 kifayət qədər çoxdur, heç də az deyil. Belə. Mən dediyim kimi birincini sifariş vermişəm. Mənim rəfiqələrim də bir çoxu birincini seçib, amma artıq o da sold out olub. Təəssüflər olsun ki. Belə qızlar, bundan da birini əgər ancaq ad günü həftəsindən, ad gününüzdən 2 həftə əvvəl, ad gününüzdən 2 həftə sonra ya da ki doğulduğunuz ayda sifariş verə bilərsiniz. Haçan fərqi yoxdur. Haç olmağının fərqi yoxdur. Deməli, gəldiniz bura. Artıq biz bir ədəd pointlərimizə görə məhsul seçmişik. 2 ədəd tester seçdik. 3 dənə sampla görə seçdik. Bir ədəd də birthday deyək ki, giftimizi seçdik. Düzdür, seçmədik. Çünki mən artıq seçmişəm də mənə icazə yoxdur. Deməli, burada siz baxın, göstərdiyim shipping adresin yerinə sizdə add shipping adres olacaq. Ya da ki, aşağıdakı kimi. Buna daxil olursunuz. Buna daxil olandan sonra baxın, məndəkilər də kopyalaya bilərsiniz, amma ad, soyad və burada göstərəcəm buzzer building code deyilən yeri sadəcə fərqli olmalıdır. Çünki o mənim Dynamics olan istifadəçi kodumdur. Əgər siz Dynamics-dən qeydiyyatdan keçəndən sonra görürsünüzsə ki, Dynamics artıq sizə istifadəçi kodu verib, onu yazmalısınız. Adres layına həmişə yadınıza saxlayın. Amerika saytlarından sifariş verərkən adres layına siz öz istifadəçi kodunuzu yazmalısınız ki, Dynamics bilsin ki, bu sizin məhsulunuzdur, sizin bağlamanızdır. Yəni onu yazan kimi sizin olsa şəxsiyyətiniz çıxacaq və bağlamanız, bəyannaməniz də o adda olacaq. Baxın, göstərirəm sizə burada. Baxın, yanında da göstərirəm. Kopya etmək olur bütün məlumatları və kopya edəndən sonra paste edə bilərsiniz Sephora-da. Baxın, məlumat kopyalandı. Sadəcə dediyim kimi adres line tool'unu mütləq yerləşdirin. Əgər yerdə yoxsa Sephora-da barəsində yazın onları. Yazandan sonra save and continue basırsınız. Save and continue olandan sonra öz kart nömrənizi əlavə edəcəksiniz aşağıya. Kart nömrənizi əlavə edəndən sonra place order və bu qədər.